İnsanlar bu günə Black Friday deyir, yəni qara cuma. Televiziyalar, reklamlar, sosial media və böyük mağazalar bu günü ilin ən böyük alış-veriş günü kimi təqdim edir. İnsanlara deyilir ki, bu gün qaçırılmamalıdır. Endirimlər böyükdür, fürsətlər nadirdir və yalnız bu gün mövcuddur. Amma bir an dayanıb düşünmək lazımdır. Niyə məhz cümə günü və niyə qara? Əgər məqsəd sadəcə alış-veriş idisə, bu günə başqa ad da verilə bilərdi. Böyük endirim günü, mega alış-veriş günü, qızıl fürsət günü kimi adlar qoymaq mümkün idi. Amma bütün dünyaya yayılan ad məhz qara cuma oldu. Bu anlayış ABŞ-da yaranıb. ABŞ-da Thanksgiving bayramı cümə axşamı qeyd olunur və ertəsi gün insanlar istirahətdə olur. Böyük ticarət şirkətləri bu fürsətdən istifadə edərək ertəsi gün böyük endirim kampanyaları təşkil etməyə başladılar. Sonradan bu kampanya çox böyük reklam strategiyasına çevrildi və bütün dünyaya yayıldı. Bu gün artıq milyardlarla dolların döndüyü qlobal ticarət hadisəsidir. Bu satış gününü dünyaya yayan və ən çox istifadə edən böyük şirkətlərdən bəziləri bunlardır: Amazon, Walmart, Best Buy. Bu şirkətlər üçün bugün ilin ən böyük qazanc günlərindən biridir. Qara sözünün izahı kimi marketinq dünyasında belə deyilir. Köhnə mühasibat kitablarında zərər qırmızı rənglə, mənfəət isə qara rənglə yazılırdı. Güya bugün mağazalar zərərdən çıxıb mənfəətə keçdiyi üçün qara adlandırılıb. Amma bu izahdan daha vacib olan başqa bir məsələ var. Cümə günü müsəlman üçün adi gün deyil. İslamda cümə günü xüsusi və müqəddəs gündür. Bugün müsəlmanların məscidlərdə toplaşdığı, birlikdə ibadət etdiyi və Allahı xatırladığı gündür. Peyğəmbər salavatullah buyurmuşdur: Günəşin doğduğu günlərin ən xeyirlisi cümə günüdür. Bugün dua günüdür. Bugün bağışlanma günüdür. Bugün qəlbin yenilənməsi günüdür. Amma müasir dövrdə bugün çox vaxt fərqli şəkildə keçir. İnsanlar saatlarla alış-veriş saytlarında gəzir, endirim axtarır, mağazalara tələsir. Reklamlar insanı tələsdirir və düşünmədən qərar verməyə sövq edir. Marketinq sistemi insan psixologiyasını çox yaxşı bilir. İnsanların qaçırmaq qorxusu, sürü psixologiyası və təcili qərar vermə meyli istifadə olunur. İnsan düşünür ki, bugün alış etməsə böyük fürsəti itirəcək. Nəticədə ehtiyacı olmayan şeyləri belə ala bilir. Amma mömin üçün ən böyük qazanc mağazada deyil, Allahın yanında olan qazancdır. Cümə günü müsəlman üçün nur və bərəkət günüdür. Bu gün ibadət üçün ayrılmış gündür. Bu günü yalnız alış-veriş və endirimlərlə doldurmaq insanı əsl məqsəddən uzaqlaşdıra bilər. Ona görə də hər müsəlman düşünməlidir. Bu cür kampanyaların insanın diqqətini ibadətdən uzaqlaşdırmasına imkan verməmək lazımdır. Cümə gününün müqəddəsliyini qorumaq lazımdır. Bugün məscidə getmək, dua etmək və Allahı xatırlamaq üçün ayrılmalıdır. Endirimlər hər zaman olur. Alış-veriş hər gün etmək olar. Amma cümə günü hər həftə möminə verilən xüsusi bir fürsətdir. Bu səbəbdən belə kampanyaların arxasınca düşünmədən qaçmaq əvəzinə cümə gününü layiq olduğu kimi dəyərləndirmək daha doğru olar. Cümə gününü qara deyil, nurla dolu bir gün kimi yaşamaq lazımdır.